Ben demiştim möhtəşəm bir dənə ev tapacağam. Xırdalanda olacaq, mərkəzdə olacaq. Həmən bax Xırdalanda mərkəzdə çox gözəl bir dənə ev tapmışam. Bu binada, bax bu görünən binada ev tapılmır satışda. Amma mən sizlər üçün tapmışam. Göstərək ətrafı. Prospekt yolunun kənarıdır, tam mərkəz. Tam mərkəz Heydərli Parkının düz yanında. İndi isə keçək mənzillə tanış olaq. Daxil olduğum mənzilə doğru sizlərə bir mənzil çəkirəm ki, Xırdalanın gözü bəbəyi düz Heydərli Parkının yanı. Tam mərkəzdə bu binada ildə əsrdə yaxın gəl. İldə əsrdə bir dəfə ev çıxır satışa. Bir dəfə ev. Daş binadır, möhkəm binadır, qarşısı park, bank, nə bilim, sonra ətrafı nəyisi təzə bazar, köhnə bazar. Bir sözlə, Xırdalanda nə axtarırsansa bu bina yerləşən yerdədir. Videonun əvvəlində göstərdim binanın yerləşmə yerini. Prospekt yolunun kənarı, Heydərli Parkın yanı. Evin əsas girişdəsi burada. Girişdə belə bir şkaf da yığılıb hətta. Burada yerləşir evin hamamı sanuzeli bir yerdədir. Evimiz kupçalı bir evdir. Köhnə daş binadır. Amma bina baxımlı binadır. Xırdalanın baxımlı binalarından biridir. Dəhlizdən keçirik buradan evin şaqata otağına. Evdə nə görürsənsə hər şey qalacaq. Yəni heç bir əşya çıxarılmayacaq. Qanun özünün pəncərəsi hər şey qaydasındadır. Ev təmirdən yeni çıxıb, təmirdən sonra yaşayış olmayıb, tam təmirlidir. Burada yerləşir evimizin yataq otağı. Geniş bir dənə yataq. Yəni necə yataq otağı? Yataq otağı buraya yerləşdirilib. Çünki evdə yaşayış yoxdur deyə. Yəni bunlar hamısı buraya yerləşdirilib. Gördüyüm bu televizordur, yataq dəstidir, hamısı yenidir, kondisionerdir, çıtlaqlardır, pərdəsidir, lüstürdür. Pəncərəsindən, görürsünüz pəncərəsindən, düz Heydərli prospekti, Heydərli Parkının düz yanı. Baxın, bu binanı tanıyanlar tanıyır. Səma Şahlıq Sarayının yanı. Kalarit restoranı, Kapital Bank, hər şey evin yanında yerləşir. Bir sözlə bu evdə çepə tutmaq mümkün deyil, yəni ola da bilməz. İstər yeri olsun, istər qiyməti olsun, istər kvadratı olsun, hər şey qaydasındadır. Bir daha dəhliz hissəsini göstər, keçək mən buranı da izah edeyim. Qəşəng səliqəli bir evdir. İşıqlar falan hamısı quraşdırılıb. Əziz izləyicilərimiz, burada həm zal, həm mətbəx. Ev sahibi bunu necə nəzərdə tutub, izah edim onda sizə. Baxın, barın stoykalar üçün buranı nəzərdə tutub, o hissədən mətbəx mebeli yığılacaq. Burada stol, belə deyək də, Avropa sayığı bir şey eləyəcəkmiş. Sadəcə planlar dəyişir ki, bu dəqiqə bu ev satılmalıdır. İlkin olaraq qiymətlə təyin olunub 120 min manatdır. Gələn adam ev sahibi ilə danışacaq. Yəni, ev sahibimiz deyib ki, bəlkə də oradan şirin eləyərəm, bəlkə də olmaz. Onun üçün yerində danışmaq lazımdır. 4 mərtəbəli daş binanın